Mən bu qutunu açarkən bəziləri sadəcə məhsul görəcək, amma mən burada başqa bir şey görürəm. Mən burada atdığım ilk addımı görürəm. O addım ki, mənə yeni insanlar qazandırdı, yeni biliklər öyrətdi və özümə olan inamı artırdı. Hər şey kiçik bir qərarla başladı. Böyük sərmayə ilə yox, xüsusi bacarıqlarla yox, sadəcə cəhd etməklə başladı. Həyatda çox vaxt deyirik, bir gün başlayacağam. Amma o bir gün bəzən heç gəlmir. Vaxt keçir, illər keçir, amma arzular yerində qalır. Mən bunu yaşadığım üçün sizə deyirəm xanımlar. Gözləmə insanı məqsədinə yaxınlaşdırmır. İnsanın məqsədinə ilk addım yaxınlaşdırır. Bugün bəlkə də nəyisə dəyişmək istəyirsən. Məsələn, daha rahat yaşamaq istəyirsən, ailəvə dəstək olmaq istəyirsən, öz ayaqlarının üstündə dayanmaq və ya sadəcə özün üçün nəsə etmək istəyirsən, bəlkə də elə bu video sənə bunu xatırlatmaq üçündür. Hər böyük yol kiçik bir addımla başlayır. Əgər sən də düşünürsənsə, artıq həyatında nəyisə dəyişməyin vaxtıdır, o zaman dərhal mənə yaz. Məmnuniyyətlə biliklərimi səninlə paylaşmağa hazıram.